Salam dəyərli kanal izləyiciləri, mən Tural müəllim. Bu günlərin tərəzilər birinci hissəsini izahını verirəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Onlayn dərslərə və əyən dərslərə qoşulmaq üçün 073 367 32 22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. İndi isə keçək suallara. Bu tərəzilərin birinci hissəsini əvəzləmə üsulundan rahat eləmək olur. Baxın, yuxarıda 3 dənə K-nın əvəzinə biz bir dənə M yaza bilərik. Bir dənə M bərabərdir 2 ilə. Bizdən də 2 dənə M istəyirsə, onda 2 dənə M 4 dənə ilə bərabər olacaq. Düzgün cavab D variantıdır. İkinci sualda yenə əvəzləmə üsulundan istifadə edə bilərik. Cavabda C-nin əvəzinə biz 2 dənə B yazarıq. Onda 3 dənə B nəyə bərabərdir? Bir dənə A-ya. Düzgün cavab A variantıdır. Baxırıq 3-cü suala. 3-cü sualda deməli biz burada bir C-miz 2B-dirsə, 3 dənə C-miz bizim 6 dənə B-yə bərabər olacaq. Biz də 6 dənə B-ni neçə A-nın əvəzləyə bilərik? 3 dənə B 1 A-dırsa, 6 dənə B-miz 2 dənə A-ya bərabərdir. Düzgün cavab olacaq 2A, yəni B variantı. Ondan sonra baxırıq 4-cü suala. 4-cü sualda yenə də əvəzləyə bilərik. Biz burada 8 dənə C-nin əvəzinə cavabda neçə T yazarıq? 2C 1T-dir də 4-ə bölsək hər tərəfi 4 dənə T yaza bilərik də 8 dənə C 4 dənə T-yə bərabərdir. Burada da 2 dənə T 3M-dirsə 4 dənə T-miz 6 dənə M olacaq. Düzgün cavab olacaq 6M, yəni Y variantı. Baxırıq sonra 5-ci suala. 5-ci sualda cavabda biz 3 dənə D-nin əvəzinə bir dənə C qoya bilərik. Burada da yarısı belə yaza bilərik. Təriflərin yerini dəyişərik rahat görməyiniz üçün. AB bərabərdir CC yazsaq, buradan da yarısını götürürük. Bir dənə C AB-yə bərabərdir. Düzgün cavab AB A variantıdır. 6-cı suala baxırıq. 6-cı sualda burada 4 dənə N-i 2 dənə M-lə əvəzləyə bilərik. Yenə də 2 dənə M LK-nın yarısına bərabərdir. Belə yazsaq görəcəksiniz. LK 2 dənə M-ə bərabərdir. 2 dənə M LK-da düzgün cavab C variantıdır. 7-ci suala baxırıq. 7-ci sualda burada bir C-miz 2A-dırsa, 3 dənə C-miz bizim 6 dənə A-ya bərabər olacaq. Bir C-miz 2A-dır, 3 dənə C-miz bizim 6 dənə A olar. 6 dənə A-nı da biz 3A-mız 2B-dir də, 6 dənə A-nı da biz 4 dənə B ilə əvəzləyə bilərik. Düzgün cavab C variantıdır. 8-ci sual. İndi 2 dənə dairə, 3 dənə konfits işarəsidirsə, onda 4 dənə dairə 6 konfits işarəsi ola bilər. Və biz də bu 6 konfitsin işarəsinin əvəzinə, bu işarənin əvəzinə elə bil ki, 3 dənə kvadrat yaza bilərik də, 2 dənəsi 1 kvadrata bərabərdir. Onda 3 dənə kvadrat 6 dənə bu işarəyə bərabər olar. Düzgün cavab olacaq 3 kvadrat, yəni C variantı. Baxırıq 9-cu suala. 9-cu sualda deməli biz bu 2 rombun əvəzinə 1 ulduz yaza bilərik də, 4 dənə romb 2 ulduza bərabərdir. Bura 1 ulduz yazarıq. Buradan da yarısını götürərik. Deməli düzgün cavab olacaq kvadrat x kvadrat, o da Y variantıdır. Baxırıq 10-cu suala. 10-cu sualda yenə də biz əvəzləyə bilərik burada. Necə əvəzləyərik burada? Deməli, yuxarı burada S-nin əvəzinə AB yaza bilərik. S-nin əvəzinə AB yaza bilərik burada. S-nin əvəzinə AB yazsaq, BB, AB 3 dənə A olur. A-ların birini aparsaq, 3 dənə B, 2 dənə A-ya bərabərdir. Düzgün cavab 2 dənə A, B variantı olacaq. Baxırıq 11-ci suala. 11-ci sualda yenə də əvəzləyə bilərik burada. K-nın əvəzinə yuxarıda ML yaza bilərik. LML bərabərdir MM. Buradan da M-lərin birini aparsaq, LL M-ə bərabər olacaq. Düzgün cavab D-dir. 12-ci sual. Yenə əvəzləyək. Burada Z-in əvəzinə YXX yaza bilərik. Bir dənə də 2 dənə Z var da, yenə YXX yazırıq. Bərabərdir X, Y, Y-a. Buradan da eyni hərfləri ixtisar aparsaq, X-in biri gedir ixtisar, Y-in biri gedir ixtisar. Y-in biri də gedir ixtisar. Nəticədə bir dənə Y, 3 dənə X-a bərabərdir. Bizdən də 3 dənə X istəyir. Cavab bir dənə Y, yəni A variantı olacaq. Baxırıq 13-cü suala. 13-cü sualda M-in əvəzinə burada KKL yaza bilərik. Nəticədə 3 dənə L, KKL bərabərdir 3 dənə K olur. K-ların da ikisini aparsaq ixtisar. Nəticədə 4 dənə L, bir dənə K-ya bərabərdir. Bizdən də 1 K-nı istəyir. Düzgün cavab 4 dənə L olacaq. Baxırıq 14-cü suala. 14-cü sualda M-in əvəzinə yuxarıda L, LK qoya bilərik. Və buradan da eyni hərfləri ixtisar aparsaq, yəni L-lərin ikisi gedir ixtisar, L-lərin ikisi gedir ixtisar, daha doğrusu 3-ü gedir ixtisar. 2 dənə K-mız bizim 4 dənə ilə bərabərdir.
Bizdən də bir K-nı soruşursa, bir dənə də K 2 ilə bərabər olar da düzgün cavab B variantıdır. A-nın əvəzinə yuxarıda 6 dənə S yaza bilərik. Çünki bir A-mız 3 dənə S-dir, 2 dənə 6 S-dir. Bərabərdir 3 dənə B yazarıq. Buradan da 3-ə bölsək hər tərəfi 2 dənə S-miz bizim 1 dənə B-yə bərabərdir. İndi biz də cavabda 1B 2 S-dirsə, onda ümumi 4 dənə S yaza bilərik. Düzgün cavab D variantıdır. Baxırıq 16-cı suala. 16-cı sualda deməli aparıb burada X-in yerinə biz Y qoya bilərik. Nəticədə 4 dənə Y-miz Z-ə bərabərdir. Buradan da yarısını götürsək 2Y-miz 1Z-ə bərabərdir. Bizdən də 1Z istəyir, 1Z 2Y-dir. Düzgün cavab Y variantıdır. Baxırıq 17-ci suala. 17-ci sualda indi biz əvəzləyə bilərik. 3 dənə Z-i 6 dənə 3 dənə Y-in əvəzinə 6 Z yaza bilərik. Çünki 1 Y-miz 2 Z-dir. Onda 3 dənə Y-miz bizim 6 dənə Z olacaq da. Deməli, o da bərabərdir 2 dənə X-a. Buradan da elə bir alarıq ki, 3 dənə Z bərabərdir 1 dənə X-a. İndi cavabda da X-in əvəzinə 3 dənə Z yazarıq. Onda nəticədə 4 dənə Z olacaq. Bu cavabı da siz necə veribdir? Y-dən əvəzliyikdə 4 dənə Z verməyib cavabda. 2 Z-imiz 1 Y-dirsə 4 dənə Z-imiz Y olar. Düzgün cavab D variantıdır. 18-ə baxırıq. 18-də B-nin əvəzinə biz 2 dənə S qoyarıq. Yəni olacaq A, 2 dənə S bərabərdir 3 dənə S-yə. Buradan da S-lərin ikisini aparsaq ixtisar, 2 dənə A bərabərdir 1 S alırıq. Cavabda da B-nin əvəzinə biz 2 dənə S qoyarıq. 2 dənə də S-nin 2 A-la əvəzləyərik. 1 S-miz 2 A-dır. Onda 2 dənə S-ni 4 dənə A-la əvəzləyərik. Düzgün cavab B-dir. 19 rinqlərdə burada hasilləri götürürsünüz. 15-i vurursunuz 4-ə. 5-i nəyə vuranda 60 edir X-a. Buradan da X 60-ı 5-ə böləndə 12 edir B variantıdır. Rinqlərdən hasillərini götürürsünüz. Yəni 10-cu sualda 10-u vurursunuz 8-ə 80. 16-ı nəyə vuranda 80 edir 5-ə. Deməli X-in qiyməti 5-dir. Yəni A variantıdır. 21-ci sual. 6-nı vurursunuz 4-ə 24. 12-i nəyə vuranda 24 edir 2-yə. Amma burada biraz diqqətli olursunuz. Kiloqram verib, burada qram veribdir. 2 kiloqram da neçə qramdır? 2000 qramdır. Düzgün cavab Y variantıdır. Baxırıq 22-ci suala. 9-u 5-ə vurub 45. 15-i nəyə vuranda 45 edir 3-ə. Deməli, X-in qiyməti 3-dür. Cavab burada C variantı olacaq. Baxırıq 23-cü suala. 2-ni vurub 50-yə 100. 25-i nəyə vuranda 100 eləyir 4-ə. Beləliklə, X-in qiyməti 4-dür. Amma burada da nəzərə alaq ki, metri santimetrdən verib. Ona görə də yazırıq 4 metr bərabərdir 400 santimetr. Düzgün cavab D-dir. 24 rinqlər. Burada ara kəsmələrdəndir. Buradan bu dayaq nöqtəsinə kimi 3 aralıq var. 4-ü vururuqca buranı X qəbul edirik. Buradan bura kimi 4 aralıq var. 4-ü vururuq X-a. Buradan da X-in qiyməti 3 olacaq. Yəni C variantı. Baxırıq 25-ci suala. Buradan bura kimi 4 aralıq var. 5-i vururuq 4-ə. Buranı X qəbul edirik. Buradan bura kimi var 5 aralıq. Buradan da X-in qiyməti 4 olacaq. Yəni B variantı. Baxırıq 26-ya. Buranı X qəbul edirik. Buradan bura kimi 2 aralıq var. 2X bərabərdir. Buradan bura kimi 5 aralıq var. 6-nı vururuq 5-ə. Buradan da X 15 olur. Yəni C variantı. Baxırıq 27-yə. Buranı X qəbul edirik. Buradan bura kimi 1 aralıq var. X-i vururuq 1-ə. Buradan da bura kimi 3 aralıq var. 6-nı 3-ə vururuq. Buradan da X 18 olur. Və nəhayət 28-ə baxırıq. Buradan bura kimi 3 aralıq var. 8-i 3-ə vururuq. Buradan da bura kimi 2 aralıq var. 2-ni vururuq X-a. Buradan da X-in qiyməti 12 olacaq. Yəni düzgün cavab Y variantı olacaq.